Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq, istənilən fəaliyyət nəticəsində yaradılan yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar informasiya adlandırılır. İnformasiya əldə etmə haqqında Azərbaycan Respublikası qanununa uyğun olaraq hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. İnformasiya sahibləri dövlət orqanları, bələdiyyələr, ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər, o cümlədən publik hüquqi şəxslər, həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi və ya fiziki şəxslərdir. İnformasiya əldə etmək üçün informasiya sahibinə edilən yazılı və ya şifahi müraciət informasiya sorğusu, bu müraciəti edən hüquqi və ya fiziki şəxs isə sorğuçu adlanır. Əldə olunma növünə görə informasiya ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalara bölünür. Sorğuçu yazılı informasiya sorğusunda adını və soyadını, əlaqə məlumatlarını, sorğu edilən informasiyanın məzmununu, yaxud sənədin növünü və ya adını, sənədin bəlli olan rekvizitlərini, informasiyanın təqdim etmə formasını göstərməlidir. İnformasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu qanunla müəyyənləşdirilmiş qaydada təmin etmək borcludur. İnformasiya sahibi informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir. Sənədlərin reyestrini aparmalıdır. İctimai vəzifələrin yerinə yetirilməsi haqqında ictimaiyyətə müntəzəm məlumat verməlidir. Açıqlamalı olduğu ictimai informasiyanı qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə açıqlamalıdır. Sorğucuya kömək göstərməlidir. İnformasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər barədə sorğucuya məlumat verməlidir. Əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları qorumalıdır. Həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli. Şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. İnformasiya sahibləri tərəfindən informasiya sorğusu ən qısa zamanda, lakin 7 iş gündən gec olmayaraq icra edilir. İnformasiyanı hazırlamaq üçün əlavə vaxt tələb olunduqda, icra müddəti 7 gün uzadıla bilər. Bu müddətdə informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. İnsan həyatı, sağlamlığı yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda axtarılması və hazırlanması müəyyən vaxt tələb edən informasiya 48 saat ərzində qeyri-iş günləri istisna olmaqla təqdim edilir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman haqqında Konstitusiya Qanununun 1.3-cü maddəsinə uyğun olaraq müvəkkil informasiya sahibi olan dövlət orqanlarının, bələdiyyələrin, publik hüquqi şəxslərin, onların vəzifəli şəxslərinin informasiya əldə etmə haqqında Azərbaycan Respublikasının qanun tələblərindən irəli gələn vəzifələri yerinə yetirilməsinə nəzarəti həyata keçirir. İnformasiya sorğusunun icrasından qanunsuz olaraq imtina edilirsə və ya lazımınca icra olunmursa, sorğucu Ombudsmana şikayət etmək hüququna malikdir. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlə bağlı informasiya sahibindən pozuntuların aradan qaldırılmasını tələb edir. İnformasiya sahibləri informasiyanın əldə olunmasının təşkilinə görə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin 371, 372, 373, 374, 381.2, 381.3, 554-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Ombudsmanın fəaliyyəti çərçivəsində protokol tərtib olunur. Müvəkkilə necə müraciət etmək olar? Rəsmi internet səhifəsi, elektron hökumət portalı, ünvan, elektron poçt, çağrı mərkəzi, telefon, faks,